Əziz dostlar, bir daha hər birinizi salamlayıram Chatbox'un efirində. Bir daha hər birinizi xoş gördük. Görürsünüz, efirinə tər başlayıram. Güllərlə, çiçəklərlə. Yəni artıq gələn qonağın ab-havası dərhal hiss olunur ki, kim gəldi. Bu bir namyok idi. Yəni ki, ümumiyyətlə dünya ulduzları mən bilirsiniz yoxsa yox, harasa gedəndə birinci öz adamlarını göndərirlər ki, razvedka eləsinlər, ondan sonra özləri gəlirlər. Yəni o mənada ki, yəni bilsinlər ki, hiss olunsun ki, artıq falan kəs gəlir. Burada da bir başqa bir politika idi. Burada artıq güllər görsəndi və sonra artıq bilinir ki, bizim efirimizin qonağı kimdir. Artıq mən bir neçə gündür ki, deyirəm, elan edirəm və artıq bizim efirimizin qonağı gəldi, çatdı studiyaya. Artıq qonaq qismində. Hər zaman mən qeyd eləyirəm, Raymond Art'dan danışıram. Hər zaman bizim bu studiyamızı bəzəyir, gözəl güllərlə, gözəl dekorasiyalarla və gələn qonaqların da ürəyincə olan bir aura yaradılır burada. Bilməm, bəlkə də indi Raymond xanım bunu öncədən hiss edir ki, kim gələcək, kim gəlməyəcək, amma heç birindən xəbər yoxdur. Sadəcə bir hiss edir və bizim studiyamızı sadəcə bəzəyir də. Başa düşürsünüz, balaca bir elementlər var ki, hansı ki onları biz bilmirik, amma bu gözəl insan bilir. Raymond xanım, salam aleyküm, necəsiniz, nə var, nə yox, xoş gəlmişsiniz Chatbox'a. Salam aleyküm Seyran. Çox sağ olun, minnətdaram. Bu cür belə ətraflı və gözəl təqdimata görə də minnətdaram sizə. Raymond xanım, çox yaxşı olardı ki, siz mikrofonu yaxına eləşsəz, sizin tamaşaçılar səsinizi daha da yaxından eşitsinlər. Əgər buna imkan, bilmirəm, bizim kırslağımız rahatdır, mən başa düşürəm. Ya da sizin mikrofonları mən... Rahatlığı narahatlığındadır. Hə? Necə? Onun rahatlığı narahatlığındadır. Onun rahatlığı... Hər halda bura gəlib əyləşən, o kırslaqları gəlib əyləşən qonaqlar narazı getmirlər burada, ona görə. Baxın, əziz dostlar, hal-hazırda bayaq hər zaman qeyd etdiyim və dəfələrlə deməzdim təriflədiyim, sadəcə ürəyimdən gələn sözləri dediyim insan hal-hazırda bizimlə bərabərdir və həmsöhbətdir. Raymond xanım, sizin haqqınızda kimə danışanda birinci deyilən söz Raymond da əsl adıdır, yoxsa nəsə fikirləşmiş bir addır, yoxsa necə? Bu sualla mən də çox tez-tez qarşılaşıram. Demək olar ki, hər dəfə qarşılaşıram. Bu mənim öz adımdır. Bu adı mənə atam qoyub. Bu adı mənim özümün də çox xoşuma gəlir. Və çox düşərli addır mənə. Çox düşərli? Çox düşərlidir. Bəs mənası nədir? Mənası cənnət ayı. Belə bir mənası var. Başqa nə? Başqa heç nə. Yaxşı, ad barədə danışdıq, keçdik, qoyduğu bir kənara. İstəyərdim ki, siz bax, bu şirkətiniz haqqında, Raymond Art haqqında bir neçə məlumatlar verəsiniz. Həm tamaşaçılara, həm yəqin ki, məndən heç öyrənəcəm. Çünki baxmayaraq ki, mən artıq biz danışmışıq bu barədə, mənim bir neçə məlumatlarım var. Mən istəyərdim ki, izləyicilər də bilsinlər, məlumatlansınlar sizin işinizdən, siz nələr etmişsiniz və ya nələr edəcəksiniz, onu baxarıq inşallah da. Çünki elə bugün də bir inşallah istəyəsən məni tez yola salmaq istəyirəm. Hamısını birdən verdiniz. Yox, mən hamısını birdən verdim ki, siz təxmini yadda saxlayasınız ki, nələrdən danışacaqsınız, amma qısa yox, dolğun danışın, zəhmət olmasan ki, bax, yaxşı, okey, gəlin belə eləyək. Sizin ümumiyyətlə bu güllərə sevginiz nə vaxt yarandı, belə deyək də? Gülləri hamı sevir. Təbii, hər bir xanım sevir, amma elə insanlar var ki, sevmirlər. Var, belələr var, hə. Buna təəccüblənərəm, görsəm. Özdə xanımlardan. Hələ görməmişəm, görsəm çox təəccüblənərəm, amma inanmıram ki, görəm. Heç görməsəz yaxşıdır. Güllərə sevgi, mən əslində orta məktəbi bitirəndən sonra Bakı Dövlət Universitetinin Mexanika Riyaziyyat Fakültəsinə qəbul olmuşam və ixtisasca riyaziyyatçıyam. Bakı Dövlət Universitetini mən fərqləmə diplomu ilə bitirib, aspiranturaya daxil oldum. Elmi iş yazıb, fizika riyaziyyat elmləri namizədi, elmi dərəcəsi aldım və uzun müddət Bakı Dövlət Universitetində çalışdım. Demək, dərs deyirdim. Amma nəinki güllərə sevgi, ümumiyyətlə
hansısa bir elə universitetdə işlədiyim dövrdə də mənim o iş yoldaşlarım bunu təsdiqləyə bilər ki, mən hətta işə gələndə mütləq yolda bir gördüyüm budaqmı deyim, yarpaqmı deyim, gülmü deyim, qurumuş, yerə düşmüş bir yarpaq parçası, budaq parçası, daş, nə olur olsun, gözümə nəsə dəyirdisə, fikrimdə siz artıq onu başqa cür görürdünüz. Aha. Hə, onları yığa, hətta işə gecikdiyim halda çox vaxt işə gecikirdim, boynuma alıb. Hə, amma könüllərini alırdım, sonra gedirdim, qurduğum o kompozisiya. Həmin yığdığınız daşlardan bir nəsə kompozisiya qururdu olacaq. Hamı, nə yaxşı, deyirdim, bunların yanından keçirsiniz, hətta mane olur deyə bir ayağınızla bəlkə bir təpiyi də vurursunuz buna, itəliyirsiniz, heç görmürsünüz, amma mən sizin gündə gördüyünüz bu şeyləri yığıb, gətirib bu kompozisiyanı qururam siz üçün. Hə, və bir müddət universitetdə çalışdıqdan sonra gördüm ki, məni çəkir. Məni çəkir, bu sahə çox, həddindən artıq çox çəkir və qərara gəldim ki, özümə bir firma açım. Firma açım və bu işlərlə ciddi məşğul olum. Yəni bir həvəskar kimi yox, necə deyərlər, hobbini çevirim ciddi bir məşğuliyyətə, bəli. Və şükürlər olsun ki, alındı da, şükürlər olsun ki, alındı da və 2006-cı ildə bu firmanı mən yaratdım. Adının üstündə çox düşündüm, çox düşündüm ki, mən bu firmanın adını nə qoyum? Və bir yaxın insan... Yaxşı ki, gül dükanı qoymamışlar. Sadəcə gül dükanı. Amma açıqlamasını deyəcəm sizə ki, necə oldu? Mən bu firmanın adını Raymond Art qoydum. Çox gözəl bir insan, bəlkə bizi görür, dinləyir, eşidir. Seva xanım, buradan ona salamlarımı bildirirəm. Sevda xanım çox ziyalı bir xanımdır. Biz onunla biraz aramızda yaş fərqi var, amma biz çox yaxın dostuq. Bir gün Sevda xanımı çağırdım öz kiçik ofisimə. Dedim, Sevda xanım, mən götür qoydayam. Çox əziyyət çəkirəm sözün əsl mənasında ki, mən qurduğum bu işin adını nə qoyum? Çünki ad ilk növbədə. Siz elə başlayan kimi addan başladınız. Hər bir şeydə. İstər hansısa bir kompozisiya deyək, istər bir məkan deyək, nə olur olsun, hər bir şeyin adı önəmlidir. Yəni ilk səslənən, ilk təəssürat yaradan adıdır. Sevda xanım da mənə dedi ki, sən niyə bu qədər özünü çək-çöhrə salmısan? Elə öz adını qoy da. Sənin elə adın... Sizin adınız elə bir brenddir, bir dünya brendi kimi səslənir, hə? Yoxsa yox? Məncə hə. Çox sağ olun. Həqiqətən, və ad seçildi. Və o mənə cəsarət verdi. Sözün düzü ürəyimdə keçirdi. Amma bir o təvazökarlıq hissimi deyim, utancaqlıq hissimi deyim, bu özü nə hesab edirmi hissimi deyim, bilmirəm. Hansı hisslər idi içimdə qarışıq, imkan vermirdi ki, mən o istəyimi dilimə gətirim hətta öz yaxın ətrafımda. Amma Sevda xanımın bu sözü sanki mənim içimdə gizlənən o arzunu çıxartdı üzə. Cəsarətləndim və heç üstündən bir saat belə keçmədən təsdiqlətdim, bu firmanın adını qoydum Raymond Art. Amma sizin sualınız mənim yadımdan çıxdı. Raymond Art, sonra. İndi mən Astasla deyirəm də, Astasla deyirəm. Neçənci ildə zəhmət olması yadımda salın? 2006-cı ildə. 2006-cı ildə bu işə siz start verdiniz. İlk işlərinizdən hansını xatırlada bilərsiniz siz bizə? Hamısını. Hansılardır məsəl üçün? İlk işlərimdən demək, mən başlayanda təbii ki, hər kəs kiçik bir şeydən başlayır. Və qarşısına məqsəd qoyur. Elə adam var ki, elə o tempdə də davam eləməyi qərarında olur. Mənsə iddialıydım ki, çox böyük işlər görüm, böyük layihələr həyata keçirdim. Yəni bu iddia ilə bu işə girişdim, bilək ki. İlk işlərim mənim olub, demək, bir firma var. Adını çəkeyim, yoxsa yox? Üstəsiz çəkə bilərsiniz. Yox, çəkməyim. Çox mötəbər bir şirkətdir. Elə oldu ki, mən öz reklamlarımı yayınlayanda onlara da özüm haqqında bir məlumat vermişdim, bir buklet vermişdim fəaliyyətim haqqında.
İlk dəfə onlar mənə müraciət elədilər və gözləmədiyim bir iş gördüm onlar üçün. Yəni bir nümunə hazırladım. Onlar yeni il ərəfəsi idi. Yeni illə bağlı çox böyük ölçüdə hədiyyələrin, amma kompozisiya şəklində. Yəni orada yeni ilə aid bir kompozisiya qurulması arzu olunurdu və miqdarı da gözləmədiyim halda oldu. Bir nümunə düzəltdim, çox xoşlarına gəldi. Yenə də və bunu da çox mötəbər yerlərə payladılar və təsəvvür edin ki, necə deyirlər, naxış. Flora Kərimovanın bir sözü var, naxış. Flora Kərimovanı salamlayırıq buradan. Çox sevdiyi böyük sənətkarımızdır. Onun o sözü mənim hər zaman qulağımda səslənir. Nəysə, ilk işim mənim hədiyyə ilə başladı. Müxtəlif konfranslarda çiçəklərlə kompozisiyalar qururdum. Hər zaman fikir verdiyim bir şey mənim o olub ki, məzmuna uyğun kompozisiya qurmaq. Hansı ki, buna demək olar ki, fikir vermirlər. Son zamanlar fikir verməyə başlayıblar, amma əvvəllər heç fikir vermirdilər. Mən 2006, 2007, 2008, 2009, 2010, 11, yəni əvvəlki illərdən danışdım. Belə, mən gördüyüm işi savadlı şəkildə görmək üçün fikirləşdim ki, bu sahədə təhsil də almalıyam, mütləq. Yəni, başladım, ilk addımımı atdım, hiss elədim ki, düzgün addım atmışam, səhv eləməmişəm, baxmayaraq ki, mənim hətta ən yaxın ətrafım, ailəmin içi də hamı təəccüb içində idi ki, fizika riyaziyyat elmlər namizədi, Bakı Dövlət Universitetinin müəlliməsi birdən-birə hər şeyi qoydu qırağa, düzdür, mən qoymamışam hər şeyi qırağa, yəni elmi fəaliyyətim davam eləyir mənim, amma belə götürək, demək olar ki, mən 70-80% bu sahə ilə məşğulam. Gördüm ki, baxmayaraq ki, hamıya qarşı durdum, öz istəyimin üstündə və səhv eləməmişəm. O zaman qərara gəldim ki, mütləq təhsil almalıyam, mütləq irəliyə doğru inkişaf. İnkişaf təbii ki, sizdə elə dayanmadan artır, dayanmayacaq. 100% mən buna əminəm. Sizin hər halda ətrafınızda olan insanlar da mən əminəm ki, sizə bir stimul verirlər. Çünki sizin ətrafınızda olan insanlar, sizinlə çalışan insanlar, əgər təbii ki, böyük həvəs göstərirlərsə sizin öz işinizə, sənətinizə, o da sizə böyük bir həvəs gətirir ki, daha da inkişaf etmək lazımdır. Yaxşı, Rəvana xanım, sizin, mən istəyərdim ki, bax, orada stolun üstündə, masanın üstündə, orada bəzi jurnallar var, bəzi diplomlar var. Ümumiyyətlə, siz beynəlxalq müsabiqələrdə iştirak eləmişsiniz də, düzdür? Bəli. Qazandığınız uğurlarınız haqqında bir neçə məlumat zəhmət olmasa. Hansı ölkədə, neçənci ildə nə qazanmışsınız və ümumiyyətlə hamısının ətrafında nə varsa deyin. Nə varsa deyin. Hamısı, nə varsa deyin. Qorxmuşdunuz? Mən yox. Mən fəxr hissi duyuram əslində. Nəyə görə qorxmalıyam ki? Təbii ki, bu zarafatdır. Təbii ki, bu zarafatdır. Demək, belə dediyim kimi mən ilk öncə təhsil aldım. Demək, floristika və dekor sahəsi üzrə mən demək dəfələrlə kurslar, yəni bizdə belədir, instituta qəbul oldun, 5 illik, əvvəl 5 illik, indi 4 illik bakalavr təhsili, 2 illik magistratura təhsili, amma xaricdə 4 illik məsələn proqramı, deyək ki, o 4 il ərzində məsələn bir misal üçün deyirəm, 2000 saat dərs keçəcək. Misal üçün deyirəm, təbii ki, 2000 deyil. Onu bir ilə də oxuyub, yəni o proqramı götürüb, o saatları götürüb bir ilə də oxuya bilərsən, 4 ilə də, 10 ilə də, 15 ilə də, yəni baxır insan istəyindən. Mən bu sahə üzrə demək bir illik proqramları buradan çox uzaqlaşa bilmirdim. Ona görə ki, ailə var, bir qızım var, bir oğlum var. Onların dərsləri, yəni çox uzaqlaşa bilmirdim. Bir illik proqramlı kurslara yazılırdım. Mən floristika üzrə, dekor üzrə, mozaika üzrə, yəni bunların hər biri ayrı-ayrı. Hamısını bir yerdə sadalayıram, amma hər biri üzrə ayrı-ayrı o kurslara, demək, o kursların materiallarını, saatlarını götürüb 3 aya, 2 aya
3 ay yarıma, yəni bu dərsləri alırdım. Və özünüz hazırlaşırdınız da buna? Özünüz öyrənirdiniz? Yəni 1 il qalmırdım, 3 ay, 2 ay qalırdım. O 1 illik proqramı səhərdən axşamacan, axşamdan səhərəcən. Bəs bu nə dərəcə asan, nə qədər çətin olur? Çünki hər halda bir yandan orada çox qalmaq olmur təbii ki, və bir yandan da bunlar hamısını öyrənmək var. Yəni bu nə dərəcə bunu yadda saxlamaq, öyrənmək asan və çətin idi. Bəlkə də sizin həvəsiniz var idi deyə. Çox həvəsim. Bəlkə də çox həm də ideallı idiniz deyə, ona görə də o sizə artıq burada bəlkə də güc verir, təkan verir, bəli. Bir yandan da prinsip söhbəti var da burada. Prinsip söhbəti var da. Onu yaddan çıxartmayaq. O öz yerində. Aha. Və sonra demək, yəni floristika, siz sual verdiniz ki, beynəlxalq müsabiqələrə çıxıram. Bəli. Yəni təhsil aldıqca eyni zamanda mən qatılırdım. Orada da sərgilərə qatılırdım. Tez-tez maraqlanırdım, öyrənirdim ki, hansı sərgilər var floristika sahəsi ilə bağlı. Dekorasiya, nə bilim, vitrin dekorasiyası, mozaika üzrə. Yəni bu sahələr üzrə nə ki sərgilər var idi, təbii ki hamısına yox. Çünki orada mütəmadi, çox tez-tez, sıx-sıx bu şəhərdə, o şəhərdə bir-birinin ardınca o qədər sərgilər, o qədər müsabiqələr keçirilir ki, təbii ki onların hamısına yox, amma bacardığım qədər. Bu həm də maddiyyat tərəfdən çətindir, çünki hər bir müsabiqəyə girəndə nə qədər yaxşı iş ortaya çıxartmaq istəyirsənsə, yaxşı materialların olmalıdır, boluca materialların olmalıdır. Bunu da buradan ora daşımaq olmur. Biz də şükür Allaha ki, hər şeyi normal qiymətə almaq olur, amma orada qiymətlər bizim qiymətlərdən çox fərqlənir, çox bahadır. Yəni qatılıram, o sərgilərə qatılırdım. Belə-belə mən az-çox tanınmağa başladım floristika və dekor sahəsi üzrə. Az-çox tanınmağa başladım. Azərbaycandan kənarda? Azərbaycandan kənarda, bəli. Tanınmağa başladım və əvvəlki illərdə, deyək ki, məsələn, mən deyim, 2006-da mən bu işə başlamışam, 2008-ci ilə qədər mən axtarırdım, arayırdım, qatılırdım. Ondan sonra artıq biraz tanındım deyə artıq mənə məktublar gəlirdi falan yerdə. Bəli, müsabiqə var, istəyirsənsə gəl iştirak elə. Mən də hamısına qatılmağa çalışırdım və belə-belə sizi başladılar tanımağa. Rəmənə xanım. Yox, onu demək istəmirdim. Yox, onu mən dedim də. Mənə bir sizlə lazımdır. Mənə lazımdır ki, siz hansı müsabiqələrdə neçənci yerləri tutmusunuz? Bütün siz bunları ətraflı danışdınız. Təbii ki, bu çox gözəldir. Çünki sizin iş fəaliyyətinizdə olan bir hissədir. Və çox vacib hissələrdən biridir ki, məsəl üçün siz əvvəl dediyiniz kimi axtarırdınız, tapırdınız. Necə ki, siz ilk öncə mənə dediniz ki, mən bu işlə məşğul olam. Mən çox təəssüf verirdim ki, mən sizi o vaxt kimi tanımırdım. Düzü mənim nə qədər də marağım olsa bu cür işlər. Çünki mən də özüm vaxtilə rəsmlə, akvarellə şəkillər çəkirdim. Amma nə bilim, neysə bəlkə də uzaqlaşmışdım deyə ona görə də xəbərim yox idi. Amma artıq sizi tanıyandan sonra mən başladım sizi axtarmağa ki, Rəmənə xanım, mənə filan şeylər lazımdır. Sağ olsun, siz də təbii ki candan başla. Allah razı olsun. Təbii ki, qarşılığı verdiniz və baxın, hər zaman bizim efirimizi izləyən tamaşaçılar bax bu gözəllikləri studiyada görürlər. İndi bu haqda da danışacağıq, biz bunu da onlardan danışacağıq. Mən nə edirəm? Bax, tutalım ki, siz inşallah bugün də gedirsiniz, yola düşürsünüz inşallah. Bəli. Mən o demək deyil, yəni mən sizi tez efirdən xeyri yoxdur, onsuz yerim rahatdır, buranı da çox sevirəm, narahat olun. Bura gəldim, getmək istəmirəm. Bilirəm. Bunu ikimiz bilirdik, bir də burada əməkdaşlar bilirdi, indi hamı eşitdi. İndi hamı eşitdi. Bunu bazar günləri kimi ülfət olurdu deyə, ülfətiniz vaxtında gəlib düşürdü o. Amma indi bunu tamaşaçılar da bildilər. Yaxşı, Rəmənə xanım, zəhmət olmazsa mən sizdən artıq 3-cü dəfədə xahiş edirəm ki, hansı ölkələrdə mən bunu bilirəm. Mən istəyirəm ki, tamaşaçılar da bilsinlər ki, məsəl üçün filan ölkədə siz Azərbaycanı təmsil etdiniz və ya sizin öz şirkətinizi təmsil etdiniz və ona görə də birinci yer qazandınız. Ona görə də ikinci yer qazandınız. Ona görə də Grand Prix qazandınız. Ona görə də dediniz ki, məndə
buranın o işim hamısını udmuşam, hədiyyə verirəmsə çıxıb geyirəm Bakıya. Bizdə var axı da problem yoxdur. Bax verirəm sənə hədiyyə, qurbandır, hə? Olur axı belə bir şey. Bu nə qəşəngdir, qurbandır ola. Bu belə şey qurban da eləmək olar. Məsəl üçün hansısa bir qazandığınız uğur. Demək, Seyran, mənim ilk uğurum olub biz Moskvadaydıq, yenə bir sərgiyə qatılmışdıq. Orada o sərgiyə xarici ölkələrdən də gəlmişdilər. Ən çox İtalyanlar idi orada. Ən çox İtalyanlar idi və orada bir maraqlı görüş oldu. Bu İtalyanlar bizim yəni hamı bir-birinin işi ilə maraqlanırdı. Bu İtalyanlar mənim stendimə, güşəmə yaxınlaşanda yəni işlərimi müzakirə elədilər, biraz sorğu-sual elədilər və onlara çox maraqlı gəldi ki, mənim işlərimdə bu millilik özünü göstərir. Onlar mənə dedilər ki, bəs bizdə İtaliyanın deməli Sanremo şəhərində bir müsabiqə olacaq. Ora hər yerdən, yəni çox ölkələrdən gələcəklər. Siz də qatılın müsabiqəyə. Orada yəni sadəcə sərgi olmayacaq, həm də bir növ yarışma olacaq. Birinci, ikinci, üçüncü yerlər olacaq. Mən vitrin dekorasiyası yəni üzrə mən qatıldım o müsabiqəyə. İlk uğurum onda olub mənim. O olub 2009-cu ildə. Var burada həmin o diplomlardan ya neysə? Ramiz zəhmət olmasa. Diplomları mən göstərərəm də, Göstərin. amma o demək sərgidə mənim baxın İndi bir dəqiqə mən Ramindən xahiş elədim ki, indi göstərsin kameradakı hər kəs görsün. Oy, sən onu niyə çəkdin, hə? Bəli. Baxın. Demək mənim həmən o gördüyüm iş o 2009-cu ildə Sanremo şəhərindəki bu müsabiqədə gördüyüm iş, baxın bu iş idi. O nədir oradan? Burada bilirsiniz nədir? Demək vitrin dekorasiyasından gedir söhbət. Amma içəridə demək satılır, yəni mağazanın vitrinidir də bu. İçəridə satılan şeylər dekorativ. Yəni sırf dekorativ əşyalardır, aksesuarlardır. Canlı qurudulmuş aksesuarlar da əsasən. Belə bir mövzu qoydular ki, belə bir deyək ki, bir mağazanın vitrinini necə qurarsınız? Orada demək Almaniyadan, İsveçrədən, ən çox Hollandiyadan, Hollandlar güllərlə işləməyi çox sevirlər. İtaliyanın özündən, İngiltərədən, Çexoslovakiyadan, Polşadan və s. ölkələrdən iştirak edənlər var idi. Mən burada həmən bu müsabiqədə ikinci yeri aldım. Bəs burada indi Ramin göstərir, orada Fransa var, Azərbaycan yazısını gördüm mən. Onlar hamısı siz həmin o ölkələrdə, təbii ki Azərbaycan öz yerində, amma Fransada və digər hansı üçüncü ölkənin adını görmədim mən aşağıda sol tərəfdə. Bu da İtaliyadır. İtaliya, hə, o da İtaliyadır, amma bu Fransada bu sizin qurduğunuz dizayndır yuxarıda. Bəli. Bu da sizin qurduğunuzdur. Bax, yeri gəlmişkən mənim burada bu işimə görə demək mənə bircə dəqiqə bu işimə görə məni Jenevaya dəvət elədilər və orada mənə əsrin keyfiyyəti mükafatını verdilər. Əsrin keyfiyyəti mükafatını aldım. Demək bu 2011-ci ildə idi. Sonra 3 aydan sonra bu dərgini göndərdilər mənə. Poçtdan ki, bəs Ramin xanım, bir söz nə xoşuma gəlir sizdə. Sizdə mənim kimi nə jurnallar varsa, nə qəzetlər varsa, nə məlumatlar varsa, hamısını qoruyub saxlayırsınız. Bu çox gözəl əslində. Göz bəbəyim kimi qoruyub saxlayıram. Baxın, orta səhifədə də bu təqdimat YouTube-da da yayımlanır. Bunu bir parça qoymuşam orada. Baxın, bu işimə görə mənim, bu demək Fransanın Nice şəhərində bələdiyyənin qarşısında olan bir park idi. Oradan dəvət almışdım mən, getdim, işlədim və iş çox yaxşı qəbul olundu bunlar tərəfindən, şükürlər olsun. Və üstündən bir müddət keçəndən sonra mənə məktub gələndə ki, bəs sizi mükafatlandırırlar, mən sözün düzü belə fikirləşdim ki, görəsən nəyə görə, hansı müsabiqəyə getmişəm, məsələn, əgər yer almışam, diplom almışamsa və yaxud sertifikat almışamsa, alıb gəlmişəm. Birdən-birə bu nə xəbər idi? Sonra mənə məktub gəlir ki, bəs sən bu bələdiyyənin qarşısında gördüyüm bu landşaft işinə görə bu mükafatı alırsan. Yeri gəlmişkən bilirəm, gəl bu sualda verəcəksiniz ki, floristika və landşaft.
Demək ki, mən floristikanı öyrənə-öyrənə bu gün də öyrənirəm. Aha. Öyrənə-öyrənə belə bir qərara gəldim ki, mən işləyirəm kəsmə güllərlə. Aha, aha. Nədən mən bu torpağa əkilən güllərlə, yəni bu kəsmə güllərin ömrü 10 gün, 15 gün. Yaxşı qulluq eləsən, məsələn mən 1 ay saxlayaram bu canlı gülü. Amma bağlarda, bağçalarda, parklarda, evlərin həyətində, eyvanlarda bu əkilmə güllərlə işləmək də çox maraqlıdır. O qərara gələndən sonra düşündüm ki, bununla da ciddi, yəni məşğul olmaq lazımdır və ona görə yenə landşaft üzrə dərslər almağa başladım. Landşaft üzrə dərslər almağa başladım və nəticəsi də bu oldu ki, bu işi gördüm. İlk işim oldu bu mənim və şükürlər olsun ki, həmən o mükafatı da digər işləri də biz birazdan göstərərik də. Orada nələr varsa, indi mən yenə də Ramindən xahiş edəcəm ki, gəlib onlar hamısını tam qrupunu plan necə deyirlər göstərsin ki, onlara hamısını biz təqdim eləyək tamaşaçılara. Varsa əgər, var Raymonda xanım yenə orada. Bəli, var. Nələr var yenə? Rami zəhmət olmasa köməklə. Nələr var? Sizə mən demək belə. Hə, deyil. Nə varsa deyil. 2010-cu ildə mən riyaziyyatçı olduğuma görə rəqəmlərdən tez istifadə edirəm. Buyurun, deyin, problem yoxdur. yoxdur. Dəqiq deyirəm. Mən də riyaziyyatla aram yaxşıdır. Hə, 2010-cu ildə demək Moskvada Rusiya Rəssamlar İttifaqı, Rusiyanın Xarici İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi və Beynəlxalq Dizaynerlər İttifaqı Assosiasiyasının demək bu 4 mötəbər qurumun təşkilatçılığı ilə Qrani Balşovo Goroda belə bir proyekt qoyulmuşdu və o proyektdə hamı can atırdı ki, o proyektdə iştirak eləsin öz işləri ilə. Çünki çox bir möhtəşəm proyekt idi. Və əvvəlcə biz testlərdən... Rami indi göstərdiyi bu mənə olan hədiyyədir də. Raymonda xanımın mənə olan hədiyyəsini indi hal-hazırda çəkir də. Təşəkkür edirəm yeri gəlmiş Raymonda xanım bu hədiyyəyə görə. Çox sağ olun, minnətdaram. Aha, və Hədiyyədən danışdınız, onda mən də sizə bir sual verim. Hə, buyurun. Bir halda ki, Ramin sözümüzü kəsdi. Ramin kadrla sözümüzü kəsdi. Ona görə siz başqa şeydən danışırsınız. Amma Ramin başqa bir neysə göstərir. Ramin tez istəyir məni yola salsın. Yox, estağfurullah. Hə, buyurun. Amma xeyri yoxdur, əvvəlcədən demişəm. Problem yoxdur. Hə, onda mən sizə bir sual verim. Mənim hədiyyəm sizin xoşunuza gəldi yoxsa? Sizin hədiyyəniz mənim xoşuma gəlməyə bilər ümumiyyətlə. Sizin auranız mənim xoşuma gəlir. Raymonda xanım, hədiyyə təbii ki, mən yenə deyirəm, bu cür hədiyyələr standart hədiyyələr olmadığına görə buna yanaşma tam başqa cürdür. Yəni digər hədiyyələri mən hansısa bunu digər hədiyyələrdən üstün tutmaq istəmirəm. Sadəcə hər kəsin bir baxış tərzi var da. Mən də bu standart əgər yenə Ramin göstərsə, zəhmət olmasa, bu məsəl üçün hansısa bir belə deyək də, internetdən götürülmə bir şəkil deyil. Bu adi telefon deyil, o adi görüntü deyil. Yəni diqqətlə bu cür şəkilləri bəyənən insanlar diqqətlə baxsalar orada çox şey görə bilərlər əslində. Həddindən artıq çox şey görə bilərlər. Bu verilişlə bağlılığı. Bəli, telefon var burada, əlaqə var burada. Nə bilim, çox şey. Hər zaman telefonumuz sizin üzünüzə açıq. Bəli. Düz orada əgər siz orada məsəl üçün mobil telefon şəklini çəkilsəydiniz daha super zarafat elə. Amma orada knopkalar qoydu çünki tamaşaçılar bizə mütəmadi olaraq SMS göndərir və zənglər edirlər. Amma telefon varsa deməli əlaqə var. Əlaqə varsa knopkalar qoymamışam. Düymələr qoymamışam. Ev yoxda heç nə olar ki. Hamı sizin nömrənizi gözü yumulu bilir. Bu sevginin böyüklüyü. Bax görürsüz, üstəlik bantik da var, görürsüz. Bantik var ki, bəli. Yəni siz hamımız üçün həmişə hədiyyəsiz. Görürsüz. Baxın, çox böyük bu çox böyük orada ideyalar var əslində. Məntiqi götürəndə telefonun dəstəyin kənarda olmağı. Hər zaman eşidirik sizi. Yəni biz heç vaxt dəstəyi üstünə qoymuruq ki, hər zaman biz eşidəsiniz. Hə, Raymonda xanım, üzr istəyirəm sizin sözünüzü biz kəsdik şəkillə, amma sizin yenə də şəkillə. Artıq mənim şəkillə daha doğrusu. İndi biz söhbətimizi inşallah yenə davam edək. Aha, biz harda qalmışdıq? Demək, Qrani Balşovo Goroda proyektində qalmışdıq. Bəli, o proyektə qoşulmaq üçün biz müəyyən testlərdən, imtahanlardan keçməliydik. Mən də çox, necə deyərlər, dəridən qabıqdan çıxdım. Gecə-gündüz çalışdım ki, mən də qatıla bilim. Orada demək 720
nəfər iştirak eləyə bilərdi. O 720 nəfərin özü də seçilirdi. Nəfər deyəndə ki, yəni floristika ilə, moda ilə, zərgərlik ilə, yəni sırf art, incəsənət sahəsi ilə məşğul olan demək, sənətkarlar, insanlar, həvəskarlar, oxumuş, yəni sırf sənəti olan adamlar, bu adamlar bu müsabiqədə iştirak eləyə bilərdi. Minlərlə insanlar deməli ərizə verirdilər, qoşulmaq istəyirdilər, amma o imtahanlar var ki, ondan keçmək lazım idi. Mənim bəxtim gətirdi, keçdim. O imtahandan keçdim və o 3 illik o mötəbər proyektə qoşula bildim. Və sizcə nə oldu? 720 nəfər demək bu müsabiqədə demək 12 yer var idi ki, o 12-liyə çıxmaq lazım idi. Mən o 12-liyə düşdüm. Düşdüm, inanın ki, sevincimin həddi hüdudu yox idi və düşünürdüm ki, biraz da oxumaq lazımdır. Çünki mən baxırdım ətrafıma, demək olar ki, o 12-liyə, demək olar ki, yox, dəqiq, o 12-liyə düşən adamların təkcə bir mən idim ki, riyaziyyatçı idim. Amma qalanı, yəni moda sahəsi üzrə oxumuş mütəxəssisdir, floristika sahəsi üzrə oxumuş, yəni ali təhsili olan mütəxəssisdir. Mən yalnız bir başqa sahənin demək adamı yalnız dərslər almaqla bu sahəyə gəlmişəm, yəni həvəskar kimi gəlib, sonra bunu bir ciddi özüm üçün sahəyə çevirən adam kimi, yəni o 12-liyə düşmək həm məsuliyyəti artırır, həm sevincimin həddi olmur, həm də məsuliyyəti artırır. Ondan sonra bu 12 nəfərin içində 3 demək yer var idi ki, o üçlüyə çıxmaq. Mən orada 3-cü yer aldım. Ay maşallah. 3-cü yer aldım. 720 nəfərin içində 3-cü yer. Bəli, 3-cü yer var aldım. Orada hansısa bir şəkillərdə, hansısa bir jurnallarda varsa. Baxın, bu avtorski kolleksiya. Bizə o yeri aldığımıza görə demək hədiyyə elədilər. Biz Rusiyanın rəssamlar deməli ittifaqı onların böyük bir sərgi salonunda bizə hədiyyə elədilər 12 nəfərdən 3-ü çıxdı deyənə o 12 rəqəmini götürdülər. 12 gün bizə demək şərait yaratdılar. Biz orada özümüzün sərgimizi, fərdi sərgimizi elədik. Fərdi sərgimizi elədik və onlar özləri dəvətnamələr paylayırdılar, qonaqlar çağırırdılar. Demək iclas xarakterli, yəni həm orada rəsmi hissə vardı, həm bədii hissə vardı. Bu kimi tədbirlər keçirdirdilər məhz biz üçün. Adətən fərdi sərgisi olan adam bütün bunların hamısını özü edir. Ya bir sponsor olur, ya da özü edir. Amma bunu biz o üçlüyə çıxdığımıza görə dövlət özü, dövlət ki, dediyim kimi Rusiyanın Rəssamlar İttifaqı, Xarici İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi, Beynəlxalq Dizaynerlər İttifaqı Assosiasiyası bu 4 qurumun demək təşkilatçılığı ilə idi bu. Və ondan sonra məni Beynəlxalq Dizaynerlər İttifaqına üzv qəbul elədilər. Bəli, mən burada Azərbaycanda demək Rəssamlar İttifaqının üzvüyəm. Üzvüydüm ona qədər. Amma bu ittifaqa da üzv olmağım məni çox sevindirdi, xoşbəxt elədi, məsuliyyətimi artırdı. Ramin, deməli, Ramin kameranı çəkir. Yox, siz belə çevirin ki, bu kadrı rahat tuta bilsin. Çünki Raminin boynu artıq çevrildi belə kameranı tutmaqda. Onun cəzasıdır. Bir Allah biz nədən danışır, nədən? Ya bilsin nəyə görədir. Ramin deməli çəkir. Birdən belə fikir verdi ki, nəyə çəkirəm? Ona görə istədi ki, kadrı rahat tutsun ki, yəni görsün söhbət nədən gedir təbii ki. Belə. Bu Gül bayramı idi da, yəni. Bu bəli, Gül bayramından olan fraqmentlərdə. Bunları hamısını siz bəzəmisiniz? Bu işlərin bəli müəllifi mənəm. Neçənci ildir bu? Demək, başdan onda başlayaq. Bu 2000 bircə dəqiqə 9-cu ildir. 2009-cu il. Bu 2010-cu ildən olan bir işdir. Bu da 2009-cu ildən olan bir kompozisiyadır. 2010-cu ildən olan kompozisiyadır. Burada mən tam milli, yəni bizim kilimlərimizin naxışlarını vermişdim güllərlə, musiqi alətlərimizi vermişdim. Bu Türkiyədən qonaqlar dəvət eləmişdim. Onların çox diqqətini cəlb eləmişdi və buna görə onlar deməli 2011-ci ildə Antalyada bütün ölkələrdə Gül bayramı keçirilir.
Antalyada keçirilən Gül Bayramının bütün işlərini, yəni layihənin hazırlanmasını və onun icra olunmasını məndən istədilər. Məndən istədilər, mən çox böyük məmnuniyyətlə buna razılaşdım. Eskizlər hazırladım, görüşdük onların rəhbərliyi ilə. Onlar bir söz dedilər ki, Raymonda, biz Atatürk Parkında yəni parkın özünü bəzəmirik. Bizdə Gül Bayramı belə keçirilir. Ümumiyyətlə çox ölkələrdə, bütün ölkələrdə deyək. Bir Londondan başqa, bütün ölkələrdə Gül Bayramı necə keçirilir? Demək, ayrı-ayrı arabalarda müxtəlif kompozisiyalar qurulur. Əsasən də cizgi filmlərinin personajları, böyük miqyasda maketləri hazırlanır, güllərlə işlənir və bu təyin olunmuş bir gündə, hər ölkədə bir gün, məsələn, İtaliyanın Sanremo şəhərində yanvar ayının 21-də, tutaq ki, başqa bir şəhərində fevralın 10-da, məsələn, başqa bir şəhərində, yəni müxtəlif günlərdə. Əsasən format necədir? Bu maşınların, arabaların üstünə işlənmiş o böyük ölçülü maketlər, cizgi filmlərinin olan maketlər, şəhərin əvvəlcədən təyin olunmuş trayektoriyası üzrə, yəni deyirəm, mən riyaziyyatçı olduğum üçün bu terminlərdən istifadə edirəm. Trayektoriya üzrə, demək, bu maşınlar, arabalar hərəkət eləyir və gəlir bəlli bir nöqtədə dayanır. O dayananda artıq, yəni bütün şəhər izləyir və gəlib bəlli bir nöqtədə dayanırlar. Orada artıq bir neçə saat dayanır və bir neçə saat dayananda kimin ürəyi istəyir orada şəkillər çəkdirir, nə bilim, gəzir, dolaşır, baxır, həzz alır, zövq alır, belə. Amma ona görə mən Türkiyə deyəndə ki, Antalyada bu Gül Bayramına deyəndə ki, mən bu eskizi hazırlamışam sizin Atatürk Parkında bu kompozisiyalar quraq. Onlar dedilər, yox, bizdə heç vaxt belə şey olmayıb və ola da bilməz. Biz bu cür istəyirik. Düşünün ki, məsələn, ayrı-ayrı arabalarda, məsələn, 20 araba verəcəyik sizə. Bunların üstündə siz eskizlər eləyin ki, nə formalar, nə fiqurlar. Mən razılaşmadım. Dedim ki, əgər istəyirsinizsə, mən bu şəkildə işləyim sizinlə. Əgər istəmirsinizsə, burada heç bir şey yoxdur. İşləməyim. Yəni bir araba götürüb özüm Azərbaycanın adından, çünki ona qədər mən iştirak eləmişdim elə. Bu, bilirsiniz, hansı tədbirdən gedir söhbət? Antalyada 2010-cu ildə Antalya Çiçək Festivalı, Çiçək Fuarı, Çiçək Fuarı adlı bir proyekt vardı. 2010-2016. Yəni o proyekt hələ də davam eləyir. 2016-cı il son il olacaq, finiş olacaq. 6 il bu proyekt hər il may ayının deməli ən sonuncu şənbə günü keçirilir, bir gün keçirilir. Ona qədər mən deməli 10-cu il, 11-ci il, 12-ci il bu illər ona qədər ki olan illərdə mən bir işimlə, yəni iştirak eləmişdim. Bu il may ayının 30-una düşəcək də? Yəqin ki. Bu il may ayının 30-una, bəli, may ayının 30-una düşəcək. Və onlar bir müddət müzakirə eləyəndən sonra bir də gördüm, mənə telefon açdılar ki, bəs çox maraqlı haldır ki, burada razılıq verdilər. Razılıq verdilər ki, bəli, Atatürk Parkında biz Gül Bayramını keçirdik. Bu bizim üçün yenilikdir, bizim üçün təzə bir şeydir və biz çox narahatıq. Bu necə qarşılanacaq? Çünki ilk dəfə olan şeydir. Mən də hazırlandım, buradan getdim. Necə deyərlər, təkrar olmasın, qollarımı çırmayıb, işə başladım 2013-cü ildə. Və çox maraqlı bir iş alındı. Həmin oradan görüntülər var, yoxsa yoxdur? Bundan görüntüləri burada üstümdə yoxdur. Çünki çamadanım o qədər ağır idi. Hətta sizi köməyə çağırdım. Amma mənim Facebook səhifəmdə Raymond Art Floristika Dizayn Studiya səhifəm var ki, orada o iş görünəcək. Yazılıb ki, Antalya Çiçək Fuarı, 9-cu festival və Azərbaycanın bayrağı, Türkiyənin bayrağı, Ulu Öndərin çiçəklərlə yığılmış portreti, Atatürkün çiçəklərlə yığılmış portreti və parkın özü. Yəni
Facebook səhifəmizdə var o. Burada amma təəssüf olsun. Yox, Facebook səhifəyə daxil olub baxa bilərlər. Raymond xanım, sizin anonslarınızda orada fərqli xidmətlər var ki, hansı ki orada 3D idi də səhv eləmirəmsə, yoxsa nə aerografiyanı deyirsiniz? Gecə-gündüz məsələsi. Bəli, o ümumiyyətlə necə qurulan bir şeydir ki, o izah edə bilərsiniz. Çünki məsəl üçün hal-hazırda bizi əgər efiri izləyənlər məsəl üçün öz efirlərini remont eləmək istəyirlər və ya sadəcə dizaynı dəyişmək istəyirlər. Onlar məsəl üçün bax həmin o sualı tutan ki, sizə yönəldirlər də. O nə cür bir şeydir ki o? Necə olur ki o? Bir var ki, adi boya ilə görülən iş. Bir də var bu boya hava yəni qaraldıqca içəri məkandan gedir söhbət. Həm də çöl məkandan gedir söhbət. Yox, bir sünə qədər. Mən görmüşəm nəyi? Mən görmüşəm ki, adi bir belə deyək, patologdur. Çox da görünmür orada. Amma işıqlar söndükcə, müəyyən bir işıqlar yandıqca, hə, o artıq göstərməyə başlayır gecələr. Amma günorta vaxtı mən onu görmədim. Yəni işıqlar yanan vaxt, günorta vaxtı mən onu görmədim. Amma işıqlar sönəndə artıq o işıq. Siz tamamilə görmədiniz. Tamamilə görməmişdim. Yox, belə də yüngülvari bilirəm ki, nəyisə çəkilib. Təxmini bilirdim ki, nəyisə çəkilib. O da necə? Artıq qaranlığı görəndən sonra mən bildim ki, hə, nəyisə var orada. Yeni var bir. Amma günorta vaxtı mən onu görmədim. Yaxşı, belə deyək. Ümumiyyətlə sizə şükürlər olsun ki, alıb əlimdən. Sizə müraciət edənlər ən çox hansı üsluba üstünlük verirlər? Ən çox nə cür istəyirlər ki, öz evlərimi olsun, ofislərimi olsun, ya digər hansısa bir məkanları nə cür bəzənməyini istəyirlər? Bilirsiniz, nə cür bəzənməyini istəyirlər. Əsasən bizdə meyillik çox klassik idi. Məsələn, mənə rast gəlinən insanlar ki var, onların əksəriyyəti klasika üstünlük verirlər. Mən də çalışıram ki, klassikaya biraz da bu sintez edeyim bu modern üslubdan ki, biraz belə çox ağır alınmasın. Suala necə cavab verim? Demək olar suala cavab verdiniz də, daha çox üstünlük verirlər klassika. Bəli, daha çox. Ona görə də necə deyək, mən də təxmini qaldım sizin kimi nə deyim, hə. Çünki hər halda sizdə orada fərqli yönəmdə var sizdə xidmətlər, ona görə də peki klassikaya nəyə görə üstünlük verilir? Ona görə ki, biraz hər halda mən bir də izah edilmə təxmini. Siz də şəhərə çıxanda görürsünüz də, əksər insanlar boz, ağ, qara. Bəli. Heç də ağ da çox da olmur. Nəinki ağ kimsə giyinəndə artıq baxırlar, belə qəribə baxırlar. Son vaxtlar biraz rəngli maşınlar, ağ, qara, ağ. Amma digər rənglərdən istifadə eləmirlər. Ya kompleks mi var, ya sadəcə kimsə kənardan nəsə deyər ki, nəysə də, yəni çox baş ağrıtmamaq üçün deyir ki, gəl Luç elə Rusun sözü olmasa, burada nə varsa mən də təxmini bu cür eləyim, bəsimdir. Yoxsa necə? Əsasən belə də olur, düzdür. Əsasən belə də olur. Amma məsələn, götürək bir buket. Mənə kimsə bir buket istəyəndə mən ilk öncə, yəni mənə bir buket lazımdır. Tutaq ki, Seyran mənə deyir, Raymonda xanım, mənə bir buket lazımdır. Mən başlayıram Seyranın sual ateşini tutmağa. Yağdırıram sualları. İndi buket deyək, ya evin interyerini deyək, ya bir interyerdə dekor işləri deyək, ya bir landşaft, bağ-bağça, landşaft işləri, ya eyvanınızda bu bina evlərində eyvanda aranjeriya deyək, yaşıllıq deyək. Yəni nə olur olsun. Mənə ilk arzu bildiriləndə ki, məsələn, mən bir buket istəyirəm, mən sual verirəm. Seyran, bu buketi hara aparacaqsınız? Yəni, ola bilər siz onu teatra aparasınız, ola bilər siz onu evə aparasınız. Belə. Düzdür, bizdə belə hallar, biləm, sizdə olur, amma ümumiyyətlə bizdə belə hallar çox nadir olur ki, kimsə gül alsın, aparsın evə. Buna çox tez-tez Moskvada rast gəlinir. Mən Moskvaya çox tez-tez gedib gəlirəm. Xaricdə heç bu adət halıdır. Bizdə bir sünə vaxt olur, kişi evə gec gələndə. Məsəl üçün deyirəm, məsəl üçün deyirəm. Mən olsa gec getmirəm, vaxtında gedirəm. Ona görə də mənə ehtiyac olur. Siz heç getmirsiniz deyə. Mən heç getmirəm, ona görə də mənə ehtiyac yoxdur.
Mənim ilk sualım bu buketi, bu gül çələngini siz Hara? hara Ay, sağ ol. aparmaq istəyirsiniz? Və dediyim kimi ola bilər iş yoldaşınızın hansı bir uğuru ilə bağlı onu təbrik eləmək istəyirsiniz. Ola bilər hansısa bir tədbirdir. O tədbirdə sadəcə masanın üstünə qoymaq istəyirsiniz. Ola bilər kiminsə toyudur, siz dostunuzdur ya bir tanışınızdır, siz onun toy gününü təbrik eləmək istəyirsiniz. Ola bilər uşaqdır, ola bilər hansısa bir yaşlı xanım ya bir bəydir, bir ad gününü keçirdir, yubileyini keçirdir və s. və s. və s. Ya məktəbə aparırsınız müəlliməyə. Bütün bunların hamısının fərqi var. Yəni mən söhbətimin əvvəlində dedim ki, mən məzmuna çox diqqət yetirirəm ki, hətta rənglərəcən teatra sizin apardığınız buketdə çiçəklərin rəngi, növü, buketin quruluşu, tutaq ki, bir Allah göstərməsin matəmə aparılan çiçəklərin çiçək çələnginin quruluşu, rəngləri, yəni bunlar hamısı Yəni onlar da seçilir ya. dərin bir elmdir ki, hələ də öyrənməliyik. Ya onu siz öyrənməlisiniz də biz öyrənməməliyik. Onu siz öyrənməlisiniz ki, çünki sizə müraciət edirlər. Rəmana xanım, siz bizim efirimizi hər zaman həftə boyu digər bir ideyalarla, digər bir hər dəfə nə bilim əşyalarla mı deyim, yoxsa aksesuarlarla bax görürsünüz dərhal xəbərim olmadı, mən əşya deyirəm amma əslində aksesuar. Hə, bax hər halda siz artıq buranı görəndən sonra bir gözünüzün qabağında bir nəsə rəsm kimi qurursunuz gözünüzün qabağında. Bunlar hamısı bax birinci gün nədən idi başlamışdıq biz? 8 Mart. 8 Martdan. Elnur ürək qopardı getdi özündən. Sizin ürəyinizdə qalıb onun ürəyi qopardı. Ya demişəm də onsuz da ondan bir gün mən xahiş edəcəm ki, ürəyi göstərsin mənə. Ondan sonra Elnur eşitdi də yəqin ki, biz salamlayırıq Elnuru. Elnur eşitməsə də təbii ki, onun yəqin fanatları, Elnurlu bir tane var. O yəqin eşidər hər halda, çatdırar salamlarımızda, həm də ürək məsələsində. Ondan sonra nə oldu? Novruz bayramı ilə bağlı bir dizayn idi. Çox bu şəkillərdə görənlər və ümumiyyətlə bu canlı olaraq görənlər çox bəyəndilər. Çox bəyəndilər. İndi də məsəl üçün bura gələnlər, studiyamızda qonaq olanlar çox bəyənirlər və standart dizaynı olmur deyə ona görə də belə deyək də. Hətta bir dəfə hansısa bir veriliş idi, futbol, top bizim öz top verilişində. Neysə stolun üstünə qoymuşdum. Dedilər ki, axı top hər halda biraz daha ciddi bir veriliş olduğuna görə o uyğun gəlmirdi. Söhbətlə uyğun gəlmirdi. Və təsəvvür edin ki, artıq siz bəzəməyə başlayandan sonra mənə bir dəfə dedilər ki, bəlkə biz dizaynı dəyişdirək, dedim yox. Siz ciddi söhbətinizi eləyin, bu da ciddi dizayn verici stolunuzda, siz narahat olmayın. Ondan sonra təbii ki, heç bir stolunuzda heç bir şey yığışdırılmır və necə varsa elə də qalır. Biraz bu yaxınlarda bir dənə Murad Arifin əlləri qaşındı, yerlərini dəyişdi bir dənə. O da yəqin o da bir dizayn fikirləşməsi də. Bu bahar fəsli elə fəsildir ki, hamı ürəyi açılır, hamı belə nəsə eləmək istəyir. O çox yaxşı aldı. Doğrudan? Bəli, çox yaxşı aldı. Mən Murad Arifi də salamlayıram buradan. Minnətdarlığımı bildirirəm və sevinirəm ki, bu kompozisiya onu necə deyirlər, təbə gətirib də. Təbə gətirib və dərhal mahnını da yazdı. Bəli, mahnını da yazdı və necə deyə Allah, hər halda maraqlı da bir efir keçmişdi, üstəlik dizayn da yerində dəyişdi. Sizin efirlər həmişə maraqlı olur. Təşəkkür. Çox sağ ol. Və əvvəldən bunu demək lazım idi. Biz başladıq söhbətə. Rəhbərliyə də mən minnətdarlığımı bildirirəm. Təşəkkür. Yenə də təkrar olmasın deyirəm. Sizinlə tanışdığımız bir təsadüf oldu. Mən sizə yaxınlaşdım. Bəli. Gördüm sizi uzaqdan, yaxınlaşdım. Siz də nə edirdiniz? Yemək yeyirdim. Və mən qoymadım. Çünki mən masaya yaxınlaşıb heç nə götürüb yeyə bilmirdim. O qədər adam vardı ki, orada. Bizdə adətən tədbirlərdə bu rastlaşmayan bir şeydir ki, masaya yaxınlaşdım. Ya mən ac olasam mən gördüm ki, orada bir cavan oğlan çox elə qəşəng bir özü üçün menyu düzəldi və elə çəngəli əlinə götürüb ağzına aparmaq istəyirdim. Mən yaxınlaşdım ki, ürəyimdə düşünürəm ki, ayrılamaq lazımdır, amma məndən düşünür ki, yox, asla.
ürəyinizin səsini eşitdim, ona görə yaxınlaşdım ki, mane olum sizə. Yox, əslində mən bunu da qeyd edeyim ki, mən əslində o vaxtda mən Ramin xanım sizin özünüzə demişəm, tamaşaçılara da mən bunu qeyd edeyim ki, o vaxtda mən doğrudan fikirləşirdim, axtarırdım ki, mən necə eləyim, hardan tapım ki, mən studiyanı istəyərdim ki, bəzəsinlər, geçən. Çünki mənim anlayışım yoxdur, mən bacarmıram. Özüm də gedib gülləri alıb məsəl üçün bəzəyə bilərəm, amma o qədər də anlayışım olmadığından fikirləşirdim ki, mən kimə müraciət edeyim. Var idi, bir neçə tanışlarım var idi, hansı ki, Ramin xanım özü də bilir, biz bu arada söhbət eləmişik, amma bəxt, qismət başa düşürsünüz. Elə həddindən artıq onda sevindim. Yeməyimi də yarımçı qoydum ki, yox, biz bu barədə söhbət eləyik. Mən yeməyimi yeyərəm. Problem yemək qaçmır onsuz da. Və əziz dostlar, bütün bu Allahın qisməti, Allah Taala'nın bu qisməti nə varsa hamısı göz qabağındadır. Hər halda yenə deyirəm, bu mən bir vasitəyəm. Raymonda xanım burada olan bütün dizayn hamısını rəhbəridir, hamısını edir və qonaqlar da gəlirlər, efir izləyən tamaşaçılar da böyük zövq alırlar bu görüntüdən. Yəni bu yenə də ki, bu qismətdir, bu bəxtdir. Yəni mən başqalara da müraciət edə bilərdim. Fikrimdə var idi bəziləri. Amma siz qarşıma çıxdınız, deməli siz də olmalıydınız. Növbəti həftələrdə nə gözləyir bizi təxmini? Sürprizdir. Yaxşı, demək istəmirsiniz. Siz elə bilirsiniz, bütün sualların hamısı ətraflı cavab verirlər. Sirli cavablar da olur. Əslində mən qeyd edeyim ki, mən həmin günü bilirəm ki, nə baş verir. Çünki olub da bir neçə dəfə olub ki, Raymond xanım gəlib, mən burada olmamışam. Mən gəlib çatdırmışam özüm ki, gedim baxım nə olacaq orada ondan sonra. Çünki olub mən də hərdən öz fikirlərimi söyləmişəm. İcazəmi alıb fikirlərimi söyləmişəm. Yəni onlar mən də öz fikrimi deyim. Raymond xanım dedi ki, problem yoxdur. Sən dinə, mən də bilim sən nə istəyirsən. Mən də dedim, okey, mən də deyəcəm. Onda hər dəfə çalışan Raymond xanım, bəlkə bu belə olsa, bəlkə bu belə olsa, sağ olsun, təbii ki, sözümü yerə salmır. Çünki maraqlı və məntiqli fikirlər deyirsiniz. Çalışıram da. Çünki hər mən dediyim sözdə təbii ki, bu 100%lıq təsdiq olunan bir fikir olmayacaq. Çünki olub, hətta belə də hal bu ki, mən deyirəm, Raymond xanım deyir ki, olar mən işimi görüm. Yəni o baxımından ki, yəni qoy mənim işimi görüm, sən mənim işimi gör, ondan sonra axı nəticədə gördük ki, doğrudan da çox razı. Əslində mən nəyə görə nəzərdə tuturam? Yadınızdadır keçən dəfə sizə dediyimi, olar ki, bu dairəni tam doldurasınız, amma sonra fikirləşirəm ki, yox, dairəni tam doldursa artıq yer qalmayacaq və çox can sıxıcı olacaq. Ürək sıxıcı olacaq. Amma mən düşünürəm ki, belə bir hallarda yaxşıdır. Hətta dünən də mən bayaq qeyd etdiyim top verilişinə gələn qonaqlar da başladılar ki, bu canlı günlərdir. Dedim, hə, canlı günlərdir, qalıblar belə. Hər halda, Raymond xanım, inşallah bu yenə də bax bugünkü günü istəyirsinizsə, bugünkü gedişiniz haqqında məlumat vermək istəyirsinizsə verin. Yox, onda gedib gələndən sonra bu barədə danışa bilərik əgər istəsəz. Hə, gəlin belə eləyək. Mən gedim və çalışım ki, sizin yanınıza alnı açıq uzağa qayıdım. Siz həmişə beləsiz, söhbətlə gedir. Artıq siz sözünüzü deyən, işi ilə təsdiqləyən bir insansınız. Bunu hər halda sizin sahənizdə çalışan insanlar bunu bilirlər. Ola bilər ki, müəyyən tamaşaçılar bunu bilmir. Ola bilər ki, müəyyən insanlar bunu bilmir. O demək deyil ki, onlar bilmək istəmirlər. O demək deyil ki, onlar sadəcə ya maraqlanmırlar, ya ümumiyyətlə anlayışları yoxdur. Mən məsəl üçün maraqlanmırdım, xəbərim yox idi, amma indi xəbərim var, artıq bilirəm. Və sizin sahənizdə yenədən çalışan insanlar, sizi tanıyan insanlar, ən azı sizin yaxınlarınız, əzizləriniz bunu bilir ki, siz nə uğurlar, hələ biz bayaq qeyd etdiyimiz o bir-iki dənə nəsə uğur var idi ki, hansı ki, digərləri siz heç danışmadınız, demədiniz. Amma bunları bilirlər, ona görə də siz hər zaman alnı açıqsınız və hər zaman da sizi sevənləri, sizə dəstək olanları sevindirirsiniz. Çünki var, elə insanlar var ki, bunu qəbul edirlər ki, siz artıq sözünüzü demiş və tam arxayın olunması bir insansınız ki, sizi gözü yumulu arxayın ola bilərlər ki, problem yoxdur. Bu işi Raymond xanıma siz məsləhət Raymond xanıma təhvil verin, daha doğrusu həvalə eləyin, Aysa. Təşəkkür edirəm. Həvalə eləyin, o sizə tam 100%lıq bir nəticə təqdim eləyəcək. Ona görə də yəni heç bir problem yoxdur. İnşallah gedib gələrsiniz. O barədə biz mütləq danışarıq. İstəyirsiniz yekunlaşdıraq, ya nəsə sözünüz varsa ardını siz gətirə bilərsiniz. Sözüm odur ki, sizləri çox istəyirəm. Təşəkkür. Sağ olun ki, varsınız. Çox böyük zövq alıram. Həzz alıram sizinlə çalışmaqdan. Təşəkkür. Çox çalışmaq istəyirəm bundan sonra da sizinlə. İnşallah. Sizin bütün kollektivə rəhbərliyi başda olmaqla ilk növbədə sağlamlıq,
gözəl həmişə olub sizin gözəl necə deyirlər, sevənlər, tamaşaçılarınız. Onların daha da bol olmasını arzulayıram. Amin inşallah. Və sizə bol uğurlar. Təşəkkür. Gəlin Azərbaycan estradasından kimi dinləyirsiniz, mən sualı verməyəcəm. Çingiz Mustafayevdən bir mahnı səsləndirim əgər istəsəz sizin üçün. Ya digər hansısa bir ifaçıdan mahnı səslənsin. Çingizin onda əgər amma klipi olan olsun da. Onda siz mənə deyin. Baxın, bizdə burada nə var? Bizdə burada Ay qız var, Səbəbim yoxdur var. Sonra Qaranlıq otaq, sonra Ad günü və Keçmişimsən. Bu da Zamiqlə olan bir duetdir. Keçmişim Zamiqlə olan duet. Zamiqlə olan bir duetdir. Olsun mu? Qulaq asaq. Zamiqlə olan bir duet. Olsun. Onda elə o səslənsin. Raymona xanım, mən təşəkkür edirəm dəvətimi əslində mən bunu çoxdan demişdim, dəvət edəcəm sizi, amma ki yox, biz siz özünüz dediniz ki, mən sizə xəbər eləyəcəm. Mən dedim, okey, reviz nə vaxt istədi, o vaxtda biz inşallah sizinlə bərabər efir eləyirik və bu günə nəsib oldu. Təşəkkür edirəm sizə. Hər zaman var olasınız. Allah Taala sizin ürəyinizə görə versin. Bütün uğurlarınız nə qazanmısınızsa inşallah bunun sayı hesabı olmayan qədər artıqlaması ilə qazanasınız. Hər zaman öz şirkətinizi və təbii ki ilk öncə Azərbaycanı həmişə siz layiqincə təmsil etmisiniz. İnşallah da bu ardı gəlsin. Hər zaman sizi xarici ölkələrdən dəvət eləsinlər və heç bir maddi sıxıntı yaşamadan dərhal gedirsiniz ora və bütün nə varsa hamısını orada göstərirsiniz ki, biz varıq, biz bunu eləyə bilirik və yenə də deyirəm, ancaq irəli və bayaq qeyd etdiniz ki, biraz da oxumaq lazımdır və daha da inkişaf etmək lazımdır. Düz dedim yoxsa yox? Tamamilə düz. Lap yaxşı. Onda səslənsin Keçmişimsən və bugünkü efir belə bitdi. Siz fikirləşirsiniz ki, efir necə keçəcək? Ümid edirəm ki, ürəyinizcə olan bir efir oldu və təbii ki, hər zaman sizin mamanız bizim efirimizi izləyir. Yəqin ki, mamaya da salamlarınızı bu kameraya, Rəmən xanım, bu kameraya mamasına salamlarımı göndərirəm. Həm də sağollarına. Göndərirəm. Çünki hər zaman baxır, onu təbii ki, baxmağın da gərək baxmaq da bir belə deyə vaxtını insan itirir. Qızıl vaxtınızı bizə ayırdığınız üçün mən dərin minnətdarlığımı bildirirəm. Təşəkkür edirəm. Bütün çiçəklərini ona göndərirəm. Can. Öpürəm sizin əllərinizdən və Rəmən xanım bir daha təşəkkür edirəm. Sizə səslənsin Çingiz və Zamiq Keçmişimsən. Əziz dostlar, bir neçə dəqiqədən sonra mən yenə də sizinlə bərabər efirdə olacağam və addımlada inşallah görüşərik. Yaşayıram tek, takılıram bu dünyada. Bir qonaq kimi sen de attın məni, gözülməz oldu artıq bu dünya mənə. İndi tək qalıram qaranlıq otaqda, səhər açılanda səni görəmirəm, buna dözəmirəm. Sen geçmişim, sen gələcəyim, olmusan mənim, sənə bağlıdır